Pulun verdiği şeyler var. Mənəviyyatın verdiği şeyler var. Burada qarışdırsaz uduzacaqsınız. Pul sizə nə verir? Komfort verir. Dadlı yemək verir. Gözəl restoranlar verir. Qəşəng geyim verir, keyfiyyətli, rəngarəng, gözəl. Qəşəng kosmetika, parfüm verə bilər. Gözəl avtomobil verə bilər. Super səyahətlər verə bilər. Maşın verə bilər, təyyarə verə bilər, yaxta verə bilər. Yeni emosiyalar necə də? Yəni ki, ilk dəfə bir yerə gedirsiniz, orada yeniliklər öyrənirsiniz, yeni ölkələr, yeni yerlər kəşf edirsiniz. Bunu sizə pul verir. Pul sizə nəyi əsla vermir? Sevgini əsla vermir. Huzuru əsla vermir. Xoşbəxt kim düşünür ki, pulum olsa huzurlu olacağım. İçinizdə təhlükə, qorxular varsa, pulunuz olanda içindəki duyğuların hamısını düşün ki, ona 20-yə vurursunuz. Qorxu varsa, qorxunuz böyle çoxalacaq. Bu dəfə deyəcək, pulu itirməkdən qorxuram. Ay, pulum olsun, nələr onlardan qorxuram. İçinizdə balaca qorxu varsa, pul gəlir, elə bil ki, pul onu böyüdür. Huzurunuz varsa, pul gəlib huzuru böyüdür. Daxilinizdə nə varsa, pul onu böyüdəcək. Düşünməyin ki, mən huzursuzam, mən bədbəxtəm, xoşbəxt deyiləm, mərhəmətli deyiləm, pulum gələcək, elə olacam. O elə olmur. Maddi şeylər sizə mənəvi şeyləri vermir. Maddi şeylər sizə ancaq maddi şeylər verəcək. Yəni bir maşın, bir dəmir parçası sizi xoşbəxt eləyə bilməz. Sizə komfort verər, rahatlıq verər, amma sizi xoşbəxt eləməz. Sizi yəni sevinərsiniz, varımdır deyə, gedirəm, əylənirəm deyə. Amma o içdəki o sevgi var, məni sevdilər, o hissləri sizə verməyəcək. Mərhəmət hissini sizə pul verməyəcək. O sizin artıq mənəviyyatınızdır, o sizin yaradanla bağınızdır, o sizin şəxsiyyətinizdir, o sizin kimliyinizlə bağınızdır. Mənəviyyatınızı pulla almaq olmur. Bunu başa düşəndə artıq mənim pulum var, hörmət qazanacağım. Kim deyir, hörmət pulla gələn bir şey deyil. Əgər siz pulunuz olmayanda hörmətli deyilsinizsə öz gözünüzdə, sizin pulunuz olanda da hörmətli olmayacaqsınız. Bunu ayıra bilməyən insan ömrü boyu sevgi dalınca qaçmaq adı altında, sevilmək, hörmətli olmaq, seçilmək, dəyərli olmaq adı altında pulun dalınca qaçır. Özünü sataraq, mənəviyyatını sataraq. Və orada çatanda deyir ki, aldım da mən neçə minlik evi, maşını, səyahəti. Hanı bunun xoşbəxtliyi, hanı bunun keyfi, hanı bunun sevgisi, hanı bu içim yenə dolmadı, içimdə yenə dərin boşluq var. Və yaxud da eyni ilə bunu münasibətə də kim təkdir? Əgər tək qadın xoşbəxt deyilsə, özü-özünü sevmirsə, özü-özünə hörmət eləmirsə, özü-özünə mərhəmətli deyilsə, özü-özünü anlamırsa, düşünürsə ki, kişi gəlib onu xilas eləyib, xoşbəxt bəxtəvər eləyəcək, eləməyəcək. Neçə nəfər var burada elə düşünüb ailə qurub və deyir ki, olmadı. Kişi xilaskar deyil. Əgər siz xoşbəxt deyilsinizsə, həyatınızdan məmnun deyilsinizsə, gündəlik özünüzə sevinç dolu, düzdür, görürsünüz, baxın, gündəlik sevinç dolu şeylər yaşatmırsınızsa özünüzə, özünüzlə şən, xoşbəxt, keyif içində, məmnun, razı deyilsinizsə, kişi gələcək daha da pis olacaq. Kişini xilaskar roluna, pul gələcək məni xilas eləyəcək dərddən, bəladan, çətinlikdən ya da ki, darıxdırıcı, solğun, sevgisiz həyatımdan məni qurtaracaq. Olmayacaq, əzizim, gözləməyin. Çünki onların işi o deyil. Kişi xilaskar deyil. Pul xilaskar deyil. Elə yanaşan hər kəs, o qədər insan gedib və özünə sübut edib ki, mən elə bilirdim ki, mən ata evində və ya tək evdə, yəni
darıxdırıcı, sevgisiz, hörmətsiz, dəyərsiz, mənasız həyatım vardı. Elə bildim ki, ailə quracağam, xoşbəxt bəxtəvər olacağam. Elə bildim biznesimi açacağam, pul qazanacağam, xoşbəxt bəxtəvər olacağam. Elədim, olmadı. Elə bildim ki, çox bahalı ev alacağam, maşın alacağam, səyahət eləyəcəm, onu eləyəcəm, bunu eləyəcəm, içimdə olacaq, o həyatın mənası, xoşbəxtliyin yaşayacağam, olmadı. Bəs niyə olmadı axı? Bizə elə öyrətmişdilər ki, olmalıydı. Bəs bizə deyirlər çox işdə yaxşı olacaq. Bəs bizə deyirlər ki, ərə get yaxşı olacaq. Elədik, olmadı. Neçə nəfər var? Niyə olmur? Çünki mənəviyyat, yəni huzur, xoşbəxtlik, onlar çöldə deyil. Çöl dünya onu sizə verə bilməz. Çöl dünya nədir? Pul, kişi, uşaq, ev, maşın verə bilməz. Yaradandan alacağınız şeyləri çöl dünyadan gözlədiyiniz müddətdə xəyal qırıqlıqlarınız qaçınılmazdır. Elə bir ki, travmanız vardı, ona görə axtarsınız. Onun üstünə yenə gələcək. İndi ona görə eşidin məni. Kim gözləyir ki, kişi gələcək, onu xilas eləyəcək, xoşbəxt bəxtəvər eləyəcək, həyatını maraqlı eləyəcək, pulu olan kimi bu dünyanla bəxtəvər olacaq, olmayacaq. Siz əvvəlcə xoşbəxt olursunuz, əvvəlcə huzurlu olursunuz, əvvəlcə həyatınızdan məmnun olursunuz. Kişi gəlir, onu artırır. Pul gəlir, onu artırır. Yaradana necə təslim olaq? 365 günlük dərsdə bunu eləyirik. Kursa qoşulmaq üçün Mahirə xanıma yazırsınız, profildən keçirsiniz Telegrama, oxursunuz məlumatları, ödəniş edirsiniz, gəlirsiniz qrupa, başlayırsınız dərsləri eləməyə.